Siz də oturarsınız, Nərmin kimlərin paxıllığını çəkib, Nərmin kimləri söyməyə davam eləyərsiniz. Mən Azərbaycan qadınıyam, söyləyəcək qədər sizin heç birinizə heç nə eləməmişəm. Telefon arxasından məni söyən sizsiniz. Valla siz gəlib məni realda görsəz, Allaha and olsun şoka düşərsiniz. Sizin düşündüyünüz kimi nə loğa, nə yekəxana, elə bir insan deyiləm. 6 il mənim zəhmətim var. Mən hələ də sacın yanıqlarım mən indi sağaldıram. Üzməcən 95 təvəllüdəm də 30 yaşım var. Mənim taylarımın yanında uşaq deyəndə qulaqlarını tuturlar. Öz həyatlarını yaşayırlar. Türkiyədən vurub Dubaydan çıxırlar. Bacı qurban. Bəli, canım mənim. Mən elə kasıb kişinin kasıb arvadıyam. Kasıb kişinin kasıb qız olmuşam. Anam dədən fəhləşdiyib. Mənim ən böyük gedirik bağçaya. Deməli hardan keçəcəyik? Şeydən keçəcəyik. Məhəmmədlidən. Məhəmmədlidən keçib gedirik də. Bəli. 3-cü mağaza götürmüşəm. Ay Allah, 3-cü mağaza götürmüşəm, elə dedim. İndi hamısı da elə biləcək ki, öz şəxsi mağazalarımda. Xeyr, 3-cü mağaza əməkdaşlığa götürmüşəm. Mən yox, mən Arazın yanında qalmıram. Arazdan içəm. Mən Şəhid və Qazilər kompleksində yaşayıram. O Araz 7 gözəllə üzbəyiz olan binadır. Öpdüm sizi. Allaha əmanət olun. Sağ olun qızlar. Allaha əmanət olun. Öpürəm sizi. İstəməzdim bağlayayım, amma maşın sürə-sürə mümkün deyil də. Həm spam gələ bilər, həm də ki, istəmirəm. Maşın sürə-sürə canlatsan da qəzaya düş. Sağ ol. Allah köməyin olsun.